Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Əsas da 9-cu sinif şagirdləri bilirik ki, 13 apreldə birinci zona buraxılış imtahanı verəcək və biz demək olar hər gün ümumi sınaqlar paylaşırıq və izahları ilə birlikdə yaxında da canlılarımız başlayacaq axşam saatlarında. Canlı dərslərimiz olacaq. Deməli, uşaqlar, sualların izahına keçmədən öncə vacib bir şey demək istəyirəm. Gördüyümüz kimi, baxın, bu kanalımın statistikasıdır. Təxminən 110 minə yaxın şagird izləyir kanalımı. Amma uşaqlar, hər 100 nəfərdən sadəcə 12 nəfər abunə olub və bunlar daimi izləyicilərdir. Bu videonu izləyən hər bir şagirddən xahiş edirəm. Videoları bəyənirsinizsə, izahları bəyənirsinizsə və daha çox izahın gəlməsini istəyirsinizsə, kanala abunə olun ki, kanalımız böyüsün, digər şagirdlərin də qarşısına çıxsın. Və hər zaman olduğu kimi bu gördüyümüz sınağı da Telegram kanalımızda paylaşmışam. Həmçinin ödənişsiz WhatsApp qruplarımızda da paylaşmışam. Hər biri rəy bölməsində yerləşdirilir. Oradan keçid eləyərək qoşula bilərsiniz. Və yaxud da Telegramda axtarış eləyərək də qoşula bilərsiniz. İndi keçək sualların izahına. Birinci sualımıza baxaq. Deməli, uşaqlar, bir dəqiqə ekranı bölüm. Tam rahat şəkildə izah eləyə bilək. Deməli, uşaqlar, baxaq birinci suala. Deyir ki, A parametrinin hansı qiymətində tənliyinin həlli yoxdur. Biz də bilməliyik ki, AX bərabərdir B tənliyində A bərabərdir 0, B fərqlidir 0 olduqda tənliyin həlli olmurdu. Ona görə də A kvadrat çıx 100-ü bərabər eləyərəm 0-a. Burada çünki A və A-nın yerində bu durub. Bərabərdir 0-a. Buradan A kvadrat bərabərdir 100-ə. A da bərabər olacaq plus minus 10. İndi isə A kvadrat çıx 10A. Bu fərqli olmalıdır 0-dan. Onda A çıxılsın 10 fərqli olmalıdır 0-dan. Bunu da 0-a çevirən 1 0-dır, 1 də 10-dur. Yəni 0 və 10-u götürməməliyəm. Ona görə bunun içərisindəki 10-u götürmürəm, qalacaq mənfi 10, yəni C variantı. Növbəti sual, ikinci tapşırıq. Deməli, uşaqlar, ABCD rombunun, baxın, ABCD rombunun B, C və D təbə nöqtələri mənfi 3, mənfi 2, C nöqtəsi. Deməli, bu bircə dəqiqə səhv yazdıq uşaqlar yerlərin. Deməli, bura B-dir, bura C-dirsə, A nöqtəsi belə olacaq, mənfi 3, mənfi 2, B nöqtəsi belə olacaq, mənfi 1, 3, C nöqtəsi olacaq. Deməli, daha doğrusu D nöqtəsi var, 1, mənfi 3. C nöqtəsini bizdən soruşur. C nöqtəsində koordinatların x, y olsun. Uşaqlar, indi bu romb ümumilikdə isə parallelogram olduğuna görə koordinatlar paralel köçürülə bilir. Baxın, mənfi 3-dən 1-ə 4 vayd artıb. Biz də mənfi 1-dən 4 vayd artıracam, olacaq 3. Sonra mənfi 2-dən mənfi 3-ə 1 vayd azalıb. Mən də 3-ü də 1 vayd azaldacam, olacaq 2. Deməli, C nöqtəsinin koordinatları 3 və 2-dir. Bizdən də bunun cəmini soruşur. 3 üstəgəl 2 bərabər olacaq 5-ə, yəni D variantı. Növbəti sual. Üçüncü tapşırıq. Deməli, uşaqlar, üçüncü tapşırıqdır. Kök altında kök 8 vur kök 2. Bərabərdir kök altında, bir dənə də kök altında 8 vur 2, 16. Uşaqlar, aydın məsələdir ki, 16-dan 4 çıxır, 4-dən də birbaşa 2 çıxır. Yəni C variantı. Dördüncü sual. Deməli, uşaqlar, dördüncü sual. Mehdi 500 manata aldığı soyuducunu 620 manata satdı. Mehdi soyuducudan neçə faiz gəlir əldə elədi? Uşaqlar, bu 500 manata alıb 620-yə satıb, düzdür? 120 manat pul qazanıb. Görək, bu 120 manat əvvəlki məhsulun neçə faizidir? 120 manat. Bölərəm 500-ə, vuraram 100-ə. Bununla bu gedər, 120-də 5-ə böləndə olacaq 24. Deməli, Mehdi 24% gəlir əldə eləyəcək, yəni A variantı. 5-ci tapşırıq. 5-ci tapşırıqda deyir, 2 bərabər yanlı 3 bucağın təpə bucaqları bərabərdir. Bu 3 bucaqların yan tərəflərinin nisbəti 2-5 olarsa, sahələrin nisbətini tapın. Uşaqlar, 2 dənə bərabər yanlı 3 bucaqdır. İkisinin də bərabər yanlı olması bizə onun oxşar ola bilmə ehtimalını verir. Buradakı bucaqların bərabər olması isə artıq 100% onların oxşar olması deməkdir.
Yan tərəflərin nisbəti 2, 5-dirsə, yəni bura 2K, bura 5K-dırsa, deməli bu üçbucaqlar oxşar üçbucaqlardır. Oxşar üçbucaqlarda da sahələrin nisbəti tərəflərin kvadratıdır. Tərəfləri 2 böl 5-dirsə, sahəsi 4 böl 25-dir. Yəni kvadratı ilə oldu Y bəndi. 6-cı tapşırıq. Xaricdən toxunan iki çevrənin uzunluqları cəmi 24 pi-dir. 2 dənə çevrə götürürəm. Nəsə də belə olsun. Və mən bunları xaricdən toxundursam, sualın şərtinə görə və uzunluqları cəmi də 24-dür. Uşaqlar, bunun radiusu R1 olsun, bunun radiusu R2 olsun. Birincinin uzunluğu olacaq 2 pi R1, ikincinin uzunluğu olacaq 2 pi R2. Bu bərabərdir 24 pi-yə. 2 pi-ni çıxararam ikisindən də qarşıya. Olacaq R1 üstəgəl R2 bərabərdir 24 pi-yə. Buradan pi-lər ixtisar gedir, 2 ilə də bu gedir, qalır 12. Deməli, radiusların cəmi olacaq R1 plus R2 olacaq 12. Bunu yadda saxlayıram. Sonra deyir ki, bu çevrələrin arasındakı məsafəni tapın. Uşaqlar, elə təsadüfən biz cavabı da tapmış olduq. Baxın, bu çevrənin mərkəzlər arasındakı məsafə budur da, düzdür, bu D məsafəsi. Uşaqlar, bu D məsafəsi də bərabərdir, fikir verin, R1 üstəgəl R2-yə. Biz də R1 üstəgəl R2-ni 12 tapmışıq. Deməli, mərkəzlər arasındakı məsafə 12-dir, B variantı. Növbəti sual, 7-ci tapşırıq. Deməli, M və N natural ədədləri üçün əkov 2 üstü M vur 3 üstü N vurulsun əbob 2 üstü M vur 3 üstü N. Daha doğrusu 3 üstü N bərabərdir 144-dür. Biz də əkov və əbobun düsturlarından bilirik ki, eyni ədədlərin əbobu ilə əkobunun hasili elə onların hasilidir. Yəni 2 üstü M vur 3 üstü N bərabərdir 144-də. Bu hasildən istifadə edərək biz M və N-i təyin eləməyimiz mümkündür. 3 üstü N bərabərdir. Uşaqlar, 144-ü sadə vuruqlara ayırsam, 2-yə bölsəm 72, 2-yə bölsəm 36, 2-yə bölsəm 18, 2-yə bölsəm 9, 3-ə bölsəm 3, 3-ə bölsəm 1. Diqqətlə baxsaq, 2-dən neçə dənədir? 4 dənədir də, düzdür? Olacaq 2 üstü 4 vurulsun. 3-dən isə 2 dənədir. Olacaq 3 üstü 2. Və sol tərəfdəki ifadə sağ tərəfdəki ifadəyə bərabərdirsə, M onda 4 olacaq. 2-nin qüvvəti M olur 4, N də olur 2. N də olacaq 2. Bizdən də bunların cəmi soruşur. 4 üstəgəl 2 bərabər olur 6-ya. Deməli, davam edək. Növbəti 8-ci sual. Düzbucaqlı trapesiyanın kör bucağı, yəni düzbucaqlı trapesiya çəkək. Tamam. Kör bucağı iti bucağından 2,6 dəfə böyükdür. Bura məsələn bir alfa yazsam, bura olacaq 2,6 belə deyək, bura x olsun, burada olsun 2,6x. Düzbucaqlı trapesiyanın kör bucağını tapın. Çox rahat sualdır əslində uşaqlar. Bilirik ki, bu oturacaqlar paraleldir deyə tərəfə bitişik bucaqların cəmi 180 dərəcə olacaq. Onda 2,6x üstəgəl x bərabərdir 180-ə. Buradan 3,6x bərabər olur 180-ə. X bərabərdir 180 böl 3,6, yəni onda 36. Vurulsun tərsinə 36-da 10-a. Bununla bu ixtisar gedir. Burada qalır 5. 5-i də ona vurdum 50. Deməli, buradakı bucağımız olacaq, iti bucaq olacaq 50 dərəcə, kör bucaq olacaq 130 dərəcə. Bizdən də kör bucağını soruşur. Yəni, cavab D bəndi. Sonra 9-cu tapşırığımız. Uşaqlar deyir ki, x kvadrat çıx 4x üstəgəl 2 bərabərdir 0 tənliyinin kökləri x1 və x2-dir. V teoreminə görə x1 üstəgəl x2 bərabərdir 4-ə. x1 vurulsun x2 isə bərabərdir 2-yə. Və x1 bölünsün x2 üstəgəl x2 bölünsün x1. Bu ifadəni bizdən soruşur. Uşaqlar, belə olan halda məxrəclərin hasili x1 vurulsun x2 çarpaz vuraram, orta məxrəcə gətirsəm x1 kvadrat plus x2 kvadrat. Bunu tapmaq lazımdır. Bunu da həll edib tapmaq üçün bax bu ifadənin karata yüksəldərəm. Hər tərəfini yüksəlsəm olacaq x1-in kvadratı üstəgəl x2-nin kvadratı üstəgəl 2 dənə x1, x2 bərabərdir 16-ya.
Buradan x1'in kvadratı üstə gəl x2'nin kvadratı. x1, x2 2'dir. 2'yə də vuraram olar 4. Bərabərdir 16. Buradan alınır ki x1 plus x2'nin kvadratı olacaq 12. Gətirib yazaram yerinə. Sürət oldu 12. Məxrəc oldu hasildə 2'dir. 12'ni də 2'yə böldüm 6. Cavabımız oldu 6. Yəni B bəndi. Növbəti sual 10-cu sual. A parametrinin hansı qiymətində ax üstə gəl 2y bərabərdir 3'ə, 8x üstə gəl ay bərabərdir 6'ya. Tənlilər sisteminin həlli yoxdur. Tənlilər sisteminin həllinin olmaması üçün uşaqlar ilk ikisi bərabər olmalıdır. A bölü 8 bərabər olmalıdır 2 bölü a-ya. Bu fərqli olmalıdır üçüncüdə. Çarpaz vuraram. A kvadrat bərabər olur 16'ya. Buradan da a bərabər olacaq plus minus 4'ə. Və həmçinin bu ifadəni də çarpaz vuraram. 3a bərabərdir 12'yə. A da fərqli olmalıdır 4'dən. Yəni uşaqlar a-nın 2 qiyməti var. -4, bir də müsbət 4 və sualın digər şərtinə görə a 4 ola bilməz. Deməli a-nın qiyməti olacaq -4, yəni B bəndi. 11-ci sual. Deyir ki, verilən ifadə x kvadrat çıx 6x üstə gəl y kvadrat üstə gəl 19 ifadəsinin ən kiçik qiymətini tapın. Uşaqlar biz bunun hər ikisini mümkünsə hamısını tam kvadrata gətirməliyik. Birinci x-lardan istifadə edərəm 6x. Bunun tam kvadrat olması üçün mənə bir dənə 9 lazımdır. Və 9'u çıxaram. Üstə gələrəm y kvadrat üstə gəl 19. Bax bu ifadə mənə verəcək x çıxılsın 3'ün kvadratını. Üstə gəl y kvadrat -9 ilə 19'u toplayacağım olacaq 10. Bu ən sonda aldığım ifadədir. Ən kiçik qiymətini soruşur. Mən də çalışmalıyam ki minimal qiymətlər alsın. Uşaqlar kvadratik ifadənin ən kiçik qiyməti 0'dır deyə bunu 0 götürürəm. Bu da kvadratik ifadədir və ən kiçik qiyməti 0'dır, mənfi ola bilməz. Və yerdə qaldı nə? 10. Deməli bu gördüyünüz ifadənin ən kiçik qiyməti 10'dur, yəni Y bəndi. 12-ci tapşırıq. B parametrinin hansı qiymətində -2x kvadrat üstə gəl 4x çıx B böyük bərabərdir 0. -1'ə vuraram 2x kvadrat çıx 4x üstə gəl B kiçik bərabərdir 0. Kiçik bərabərdir 0. Bərabərsizliyin həlli yoxdur. Baxın uşaqlar, bu tip sualı həll etmək üçün biraz bərabərsizlik mövzusunu dərindən bilmək lazımdır. Niyə görə? Nə zaman həll olmayacaq? Birincisi sıfıra bərabər olması üçün bunun kökü olmalıdır. Kökün yerinə yazanda sıfıra çevriləcək. Deməli bu sıfıra bərabər olmamalıdır. Sıfıra bərabər olmaması üçün də kökü olmamalıdır. Deməli bunun kökünün olmaması bu bərabərlik şərtini pozur. Bu bir. İkincisi, deməli kök olmamalıdır. Kök olmamalıdır. İkincisi də sıfırdan kiçik də olmamalıdır. Sıfırdan kiçik olmamalıdır, yəni müsbət olmalıdır. Sıfırda olmamalıdır, mənfi olmamalıdır, ancaq müsbət olmalıdır. Yəni hər zaman müsbət olmalıdır. Biz də qaydalarımızda və sual izahlarımızda dəfələrlə demişik ki, hər zaman müsbət olmalıdır, hər zaman mənfi olmalıdır. Bütün qiymətlərində doğrudur kimi ifadələr varsa, diskriminantı mənfi götürmək lazımdır. Məsələn, bunun diskriminantı mənfi eləyirik, həll olacaq. Diskriminant, yəni 16 çıx, 2'ni B'yə vuraram. 2B, 4 misildə 8B, kiçikdir 0. Buradan 16 kiçikdir 8B, yəni 8B böyükdür 16. B də böyükdür 2'dən. Yəni 2'dən müsbət sonsuzluğa. Bu da olacaq C bəndi. Və 2'ni də almır uşaqlar. Gəldi 13'ə. 2y çıx 17 ədədinin 3 mislinin, yəni vururam 3'ə, üzərinə 47 gəlsəm, alınacaq 4y üstə gəl 18. Sualın şərtini addım-addım qurmaq lazımdır. Sualın şərtində hər zaman nə deyirsə onu yerinə yetirin addım-addım. Y-i tapın deyir. Vurub açaram. 6y üstə gəl, daha doğrusu çıxılsın. 3 17'yə vuranda 51. Üstə gəl 47 bərabərdir. 4y üstə gəl 18.
4y-i sola keçirərəm. 6y-dən çıxanda qalacaq 2 dənə y. Mənfi 51-in isə 47 qalanda qalır mənfi 4 bərabərdir 18. Buradan alınır ki 2y bərabərdir. 4 sağa keçib toplanacaq olacaq 22. Y bərabərdir 11-ə. Yəni A bəndi. Keçdik 14-cü suala. Həndəsə sualıdır. Çalışacağım şəklin üzərində göstərim. O mərkəzli çevrədə AB toxunandır. AC kəsəndir. AD DC-nin yarısı qədərdir. Onda bura x-dırsa, burada bütöv x-dir. Daha doğrusu bura bütöv 2x-dir. Hətta belə bir nəticəyə də gələ bilərəm ki, bu 2x-dırsa, radiusda x-dir və x-dir. BMC qövsünü tap. BMC qövsünü təyin eləyək. Şöyle baxın, mən bunu böldüm. Diqqətlə baxın. Burada radius olduğuna görə olur x. Toxunma nöqtəsinin radius çəkəndə də perpendikulyar olur. Fikir verin alınan düzbucağı üstbucağa. Düzbucağı üstbucağı da bu bucağın qarşısındakı katet x-dir. Hipotenuz 2x-dir. Deməli bura 30 dərəcədir. Bura 90-dırsa bura olur 60 dərəcə. Bura 60-dırsa bu qövsdə olur 120 dərəcə. Bax bu mərkəzi bucaq 120-dirsə, bax bu qövsdə 120 dərəcə olacaq. Yəni D bəndi. 15. Kubun yan səthinin sahəsi 144 olarsa həcmini tapın. Uşaqlar, kubun 6 üzü var. 2 dənəsi oturacaqdır. Yan səthinə 4 dənəsi qalır. Hər bir üzü kvadratdır. Bir kvadratın sahəsi A kvadrattırsa 4 dənəsinin üzü olacaq 4A kvadrat. Yəni S yan 4A kvadrata bərabər olur. Və bu da bərabərdir 144-ə. Hər tərəfi 4-ə bölsək A kvadrat bərabərdir 36 və buradan A bərabərdir plus minus 6. Təbii ki, mənfi götürməliyik. Kvadratın tərəfi, yəni tili mənfi 6 olmaz, 6 olacaq. Və bizdən də həcmi soruşur. Həcm də bərabərdir A-nın kubuna. Yəni 6-nın kubu. Bu da eləyəcək 216. Y bəndi. Növbəti 16-cı sual. Artan sırayla verilmiş 4 ardıcıl tək ədədin birincisi ilə üçüncüsünün hasili, ikincisi ilə dördüncüsünün hasilindən 32 vaat kiçikdir. Bu ədədlərin ən böyüyünü tapın. Uşaqlar, ardıcıl verilən tək ədədlərdən birincisi n olsun, digəri n plus 2 olsun, n plus 4 olsun və n plus 6 olsun. Bəzi şagirdlər indi qeyd eləyəcəklər rəylərdə ki, müəllim tək ədəd 2n plus 1 ilə yazılır. Bəli, uşaqlar, doğrudur əslində. Elə yaza bilərik. Amma belə də yaza bilərik. Mən burada fərz edirəm ki, n tək ədəddir, növbəti 2 vayda artır. Bunu ən sonunda nəzər alacaq. Həm də ki, dəyişən sayın ədədləri kiçildirək yazıram. Deyək ki, birincisi ilə üçüncüsünün hasili, yəni n vurulsun, n üstəgəl 4. İkincisi ilə dördüncüsünün n üstəgəl 2 vurulsun, n plus 6. Bax, bu hasildən 32 vaat kiçikdir. Bu kiçikdir bundan. Onda mən bunun üzərinə 32 gəlsəm, kiçikdir axı, bərabər olacaq digərdə. Sadələşdirərəm indi. N kvadrat üstəgəl 4n üstəgəl 32 bərabərdir. Bunu da vurub açaram, olacaq n kvadrat üstəgəl 6n üstəgəl 2n üstəgəl 12. Burada n kvadratlarımız gedir. Deməli, belə eləyək. N kvadratlarımız gedir. 12-ni sola keçirərəm. 4n-i sağa. Olacaq 32 çıx 12 bərabərdir. Bu 8 eləyir. 8n çıx 4n. Qalır 4 dənə n bərabərdir 20-yə. N də bərabərdir 5-ə. Yadınızdadırsa, mən n-in tək ədəd olduğunu fərz eləmişdim. Həqiqətən də gördünüz, n tək ədəd alındı. Yəni, heç bir problem yaşamayacaq. Bu oldu 5, bu oldu 7, bu oldu 9, bu da oldu 11. Bizə deyir ki, bu ədədlərdən böyüyünü tapın. Böyüyü neçə oldu? 11. Cavabımız da oldu 11. Növbəti tapşırıq 17. A bölünsün B bərabərdir. C bölünsün D. O da bərabərdir 4-ə. Olarsa A plus C, B plus D-ni tapın. Uşaqlar, kəsirlərin nisbətlərin xassələrindən biri də budur ki, iki nisbət bərabərdirsə, onların sürət məxrəclərinin cəmi də eyni qiymət alır. Yəni A
plus C böl B plus D. Bunu istədiyimiz qədər artıra bilərik. Bu da bərabər olacaq 4-ə. Cavab 4-dür. Gəldik 18-ə. Deməli, A bölünsün B bərabərdir 4 olarsa 6A kvadrat üstəgəl 11AB çıx 10B kvadrat bölünsün 2A kvadrat üstəgəl 5AB ifadəsinin qiymətini təyin edin. Əslində uşaqlar, sualları bəlkə də bunu vurullara ayırıb məxrəci ilə ixtisar edib tapmaq olar. Yəni sadələşdirmək olar, amma mən etməyəcəm elə. Belə bir əvəzində belə bir yazmalı, belə bir üsulla yazacağam. Bunu çarpaz vursam A bərabərdir 4B-yə. Burada gördüyüm bütün A-ların yerinə gətirib 4B yazacağam. Vəssalam. İndi başlayaq. Bərabərdir. 6 vurulsun. A-nın yerində 4B kvadrat olacaq 16B kvadrat. Üstəgəl 11 vurulsun. A-nın yerinə 4B vur B çıxılsın. İndi bunu biraz kiçildi uşaqlar, yerləşmədi bura. Deməli. Burada olacaq çıx 10B-nin kvadratı bölünsün. 2 vurulsun A 4B daxil kvadrat olacaq 16B kvadrat. Üstəgəl 5 vurulsun 4B vur B. Bərabərdir. 6-nı 16-ya vuranda olacaq 96B kvadrat. Üstəgəl 44B kvadrat. Çıx 10B kvadrat. Aşağıda 2-ni 16-ya vuranda 32B kvadrat. Üstəgəl 20B kvadrat. Bərabərdir. İndi sadələşdirək. 96 ilə 44 toplayanda 140 eləyir. 140-dan 10 çıxanda alacaq 130 dənə B kvadrat. Aşağıda 32 ilə 20-ni toplayanda 32 ilə 20-ni toplayanda olacaq 52 B kvadrat. Buradan B kvadratlar gedir. Bərabərdir. 130 13-ə hər ikisi 13-ə ixtisar gedir. Yuxarıda 10 qalır. Aşağıda da səhv eləmirəmsə 4 qalır. Bəli. Onu da 4-ə böləndə olacaq 2,5. Cavabımız oldu 2,5. Uşaqlar indi 18-ə qədər suallar həll eləmişik. Ola bilər ki, hansısa sualda hesab səhv edeyim. Məndə izahlarda tez-tez hesab səhvləri olur. Çünki ardıcıl olaraq çoxlu izahlar çəkirəm. Uşaqlar elə səhv olduqda rəy bölməsində qeyd edin, digər yoldaşlarımız görsün. Və uşaqlar kanalımıza abunə olmağı unutmayın. İzahları bəyənirsinizsə abunə olun ki, kanalımız böyüsün sürətlə. 19-cu sual. Məcnun bir işi təklikdə 4 saata, Hüseyn ilə birlikdə 6 saata görür. Hüseyn isə bilmirəm neçə saata görür. X olsun. Məcnun və Hüseyn ikisi birlikdə işin 6/5 hissəsini neçə saata yerinə yetirərlər? Əvvəlcə X-i tapaq. Deməli, biri tək Məcnun 4 saat işləyir. Hüseyn X saat işləyir, amma birlikdə 6 saat. Onda hərəsi 1 saat işləsə, olacaq 4-də 1, üstəgəl X-də 1, bərabərdir 6-da 1-ə. Onda 6-da 1 uşaqlar, bu biraz məntiqsizdir. Bu 4-də 1 işləsə 6-da 1-ə necə bərabər olur? Sualda. Uşaqlar, üzr istəyirəm, mən sualı səhv olmuşam. Hüseyn təklikdə 6 saata görür onsuz da. Mən X saata yazmışam. Birlikdə 6 saata görmürlər. Hüseyn tək 6 saata işləyir. İndi Məcnun və Hüseyn ikisi birlikdə işin 6/5 hissəsini neçə saata yerinə yetirir? Görək hələ bunlar 1 saata işin hansı hissəsini yerinə yetirir? Deməli 4-də 1, üstəgəl 6-da 1. Toplasam olacaq 12-də 6 üstəgəl 4. Oldu 12-də 10. İxtisar eləsəm olacaq 6-da 5. Uşaqlar, deməli 1 saata 6/5 hissəsini yerinə yetirir. Elə bizdən də təsadüfən soruşduğu budur. 6/5 hissəsini soruşur. Deməli cavab olacaq 1. 1 saata 6/5 hissəsinin yerinə yetirir. Keçdik digər 20-ci suala. 20-ci sualda uşaqlar kvadratla bağlıdır. Deyir, tərəfi 9 olan kvadrat. Tutaq ki, belə bir kvadratımız var. Bir dəqiqə. Tərəfi 9-dur. Bilirik ki, kvadratın bütün tərəfləri bərabərdir. Kvadratla bir böyüklükdə olan paralelogramın tərəfləri 6/3 və 9-dur. Paralelogramın böyük bucağını tap. İndi uşaqlar, əla bir böyüklük deyəndə nəyi nəzərdə tutur? Təbii ki, bu kvadrat və paralelogramın sahələrinin bərabərliyi nəzərdə tutur. Onda mən buradan bir dənə də paralelogram çəkərəm.
Bunun tərəflərindən biri olsun. Deməli, 6 kök 3, bu tərəfdə olsun 9. Bizdən isə böyük bucağını soruşur. Burada olsun 9. Bu da olsun alfa. Uşaqlar, mən burada sahə düsturundan istifadə edib bərabərliyin yazmalıyım. Bunun sahəsi olacaq 9 vur 9, yəni 81. Bunun sahəsi isə olacaq, bax bunun sahəsi isə olacaq S bərabərdir 6 kök 3 vur 9 vur sinus alfa. AB sinus alfa düsturundan. Axı sahələr bərabərdir. Bunları bərabərləşdirəlim. 9-u 6-ya vuranda olacaq 54 kök 3 sinus alfa bərabərdir 81-ə. 27-yə bölsəm, burada 3 qalar, burada 2 qalar. Olacaq, deməli, 2 kök 3 sinus alfa bərabərdir 3-ə. Və buradan sinus alfa bərabərdir 3 bölünsün 2 kök 3. Kök 3 ilə bu ixtisar gedər. Burada kök 3 qalar, olacaq kök 3 böl 2. Sinus alfa oldu kök 3 böl 2. Uşaqlar, sinus alfa kök 3 böl 2-ni də alfa 60 dərəcədə alır. Deməli, bunun iti bucağı 60 dərəcədir. Deməli, bura 60 dərəcədir. Bura 60-dırsa, səndən kör bucağını soruşur. 120 dərəcə olacaq. Cavab oldu 120 dərəcə. Uşaqlar, bu suallarımız əsl buraxılış səviyyəsində olan suallardır. Çalışın ki, sualları diqqətlə öyrənin. Əmin olun ki, imtahanda çox faydası olacaq və hər gündə sınaq paylaşırıq. Bu günə qədər paylaşdığımız sınaqları yazmamısınızsa, Telegram kanalımıza qoşulun. Orada hər bir sınaq var, izahları da var. Keçid edin, mütləq uşaqlar o sınaqları işləyin. İmtahanda məsələn 12-13 yazırdınızsa, bunu rahatlığından 18-19-a qaldıra bilərsiniz. İndi 21-ci sual. Ədəd 9 üzərində AM nöqtəsindən hər hansısa bir AM-dir, AM nöqtəsidir. 5 vaid məsafədə yerləşən nöqtə, məsələn, B-dir. Solda götürək, B-dir, mənfi 2-dir. M-in ala biləcəyi qiymətlər tap. İndi uşaqlar, 5 vaid məsafədə deyirsə, biz bundan 5 vaid məsafədə olan ədədlərə baxmalıyıq. Bundan 5 vaid sağda ola bilər. Onda mənfi 2-nin üstünə 5 gələrsən, olacaq müsbət 3. Bir də 5 vaid bu tərəfdə də ola bilər də uşaqlar, sol tərəfində də ola bilər. Onda mənfi 2-dən 5 çıxacaq, olacaq mənfi 7. Deməli, koordinatlar biri 3-dür, biri də mənfi 7. M 2 qiymət ala bilir, biri 3 olur, biri də mənfi 7. Bizə də deyir ki, bunların içərini. Uşaqlar, mənfi 7-nin üzərinə 3 gələ bilərəm asanlıqla. Mənfi 7-nin üstü 3 gələndə də olacaq mənfi 4, cavab oldu mənfi 4. 22-yə baxaq. Deməli, uşaqlar, Euler-Venn diaqramıdır. Bu A-dır. Bu B-dir. Uşaqlar, A çıxılsın B-ni soruşur. Baxın, bura M-dir, N-dir, K-dır. X, S, Y. Bu tərəf isə T, A, B, C və Y-dir. Uşaqlar, indi N A çıxılsın B, bax, bu tərəfi nəzərdə tutur. Bu tərəfdə də T var, A var, B, C və Y. Bizdən də sayını soruşur da, N-lə soruşur. Sayını nəsə nədir? 5-dir. Cavab oldu 5. 23-ə baxaq. 23. ABC düzbucaqlısında bura A olsun, B olsun, C olsun, D olsun. Buradan bir Y nöqtəsi götürərəm. Bu da olsun Y. Bu da olsun 30 dərəcə. AD 24'tür. Bura 24'tür. ABCD düzbucaqlısının sahəsini təyin edin. Deməli uşaqlar, sualın şərtində belə verilib. Və sualın şərtini diqqətlə oxuyanda uşaqlar, bir şey diqqətimizdən qaçıb. AY-nin Y-yə perpendikulyar olması. Yəni baxın, bura 90 dərəcədir. Gördünüz? Onda belə deyə bilər. 30 dərəcənin qarşısındakı katet hipotenuzun yarısıdır. Yəni bura 10-da, bura 12-dir. Sonra burada 60 dərəcədir. 60 dərəcənin qarşısındakı kateti isə bunun kök 3 mislidir. Olur 12 kök 3. İndi uşaqlar, sizə belə bir şey deyəcəm. Baxın, bunların hasili bu düzbucaq tutan sahəsini necə taparam? 12 kök 3 vur 12 böl 2. Bu eləyir 12 kök 3 vur 144 kök 3 böl 2. 72 kök 3 eləyir. 72 kök 3 bax bunun sahəsidir. Uşaqlar, bu da düzbucaqda belə bir xassədə var. Buradan gəlib istənilən bir nöqtə götürüb digər təpə ilə birləşdirirsənsə, alınacaq bu sahə bütöv sahənin yarısıdır.
bu 72 kök 3-dürsə, onda böyüyün sahəsi, yəni S, A, B, C, D bunun 2 qatıdır. 144 kök 3. 24'ə baxaq indi. Y bərabərdir 5x kvadrat çıx 3x çıx 2 parabolası ilə y bərabərdir 2x üstəgəl 8 düz xəttinin kəsişmə nöqtələrinin ordinatları cəmini tap. Uşaqlar bunları bərabərləşdirərəm kəsişmə nöqtəsini tapmaq üçün 3x çıx 2 bərabərdir 2x üstəgəl 8. Suala keçirərəm 5x kvadrat çıx 5x çıx 10 bərabərdir 0. Hər tərəfi 5'ə bölərəm. X kvadrat çıx x çıx 2 bərabərdir 0. Və uşaqlar x-lara baxaram indi. x1 bir də x2. Hasili -2 cəmi 1. 2 və -1'dir. İndi biz absislərini tapmışıq da kəsişmə nöqtələrinin ordinatlarını tapmalıyıq. y1 bir də y2'lər. x1'in yerinə gətir burada 2 yazaram. 2'ni 2'yə vuraram 4 üstəgəl 8. Olacaq 12. Y2'ni də tapmaq üçün -1 gətirib yazaram. 2'ni -1'ə vuranda -2, üstünə də 8 gələndə olacaq 6. Deməli bu ikisinin cəmi ordinatları oldu 12 ilə 6. Bizdən də bunun cəmi soruşur. 12 üstəgəl 6 olacaq 18. Məsələn. Və nəhayət sonuncu ehtimal sualı 25. Deməli uşaqlar bu sual biraz fərqlidir, biraz çətindir nisbətən. Deməli sualın həllini necə verəcəm? Diqqətlə baxaq. Əslində başqa cür həllər də var, amma biz 9-cu sinif səviyyəsində izah eləməliyik. Torbada 5 mavi və 8 qırmızı kürəcik var. Təsadüfən çıxarılan 2 kürəciyin birinin mavi olduğu məlumdursa, digərinin qırmızı olması ehtimalını tapaq. Deməli uşaqlar, indi 2 dənə kürədən biri mavidir. Yəni mən bunu bilirəm. Yəni tutaq ki, uşaqlar, məntiqi nədir bunun? Mən 2 dənə kürə çıxaracağım da, düzdür orada. Axı bilirəm biri mavidir. Artıq onu biz nəzərə almamalıyıq hesablamada. Sadəcə bilməliyik ki, 13 kürədən artıq biri mavidir. Bu gedib, yerdə 12 kürə qalıb, bütün mümkün hal. Və bu 12 dənədən 8'i qırmızıdır. Bitdi. Və salam 4'ü də ixtisar eləsəm 3'də 2. Cavabımız oldu 3'də 2. Bu qədər. Bütün sualların izahlarını verdim uşaqlar. Təkrar qeyd edirəm. Kanala abunə olmağı, rəy yazmağı, bəyənməyi videoları unutmayın. Sağ olun, hər birinizə uğurlar.